Bismillahirrahmanirrahim və bihi nəstəinu innəhu xeyru nasirin və mu'in. Həzrəti İmam Hüseyn əleyhissalamın Məkkədən çıxıb Kərbəla istiqamətinə gəldiyi müddət ərzində o 24 gün bir rəvayətə görə ki, İmam Hüseyn əleyhissalam gəldi Kərbəla səhrasına yetişdi. Həmən müddət ərzində İmam Hüseyn əleyhissalamın buyurduqları, İmam Hüseyn əleyhissalamın danışdıqları, Həzrətin Quran ayələrinə istinad elədiyi və orada qəbilə başçılarına yazdığı məktublar və böyük insanlarla görüşləri ki, İmam Hüseyn əleyhissalam bunları tarixdə insanlara ibrət olsun və dərs olsun deyə zaman-zaman özü vurğulayırdı. Həmən məsələlərə toxunmaq istəyirik bu çəkilişlərimizdə. Bu çəkilişlərin adını da dostlarımızın sifarişi ilə Nəva-i Neynəva adlandırdıq. Neynəva Kərbəlanın bir adıdır. Nəva səda və səs deməkdir. Neynəvanın sədası, Kərbəlanın sədası anlamını ifadə edir. İstəyirik bir növ İmam Hüseyn əleyhissalamın 1400 il bundan qabaqki olan hadisələrin bu zamana tətbiqi və o zamanki hadisələrin bu zamana gəlib çıxmasında bizim də bir rolumuz olsun, bir vasitəçilik eləyək. Biz də bir İmam Hüseyn səfiri olaq, bir İmam Hüseyn elçisi ola bilək. Allah bunu bizə nəsib eləsin inşallah. Dünənki çəkilişdə danışdığım mövzuların arasında bir məsələyə işarə elədim. Əbdullah ibn Cəfərin xanım Zeynəb salamullah əleyhanın həyat yoldaşının Məkkənin valisindən, o zamanki valisindən İmam Hüseyn əleyhissalam üçün əmannamə almaq istəməsi mövzusuna toxundum. İmam Hüseyn əleyhissalamın Əbdullah ibn Cəfərin gətirdiyi əmannaməyə böyük bir cümlə yazı ilə cavab verməsi İslam tarixində öz əksini tapır. Həzrət buyurdu ki, xeyrul əman əmanullah. Ən gözəl əman Allahın əman verməsidir. Allahın insanlara əmannamə verməsidir. Bu çox önəmli məsələdir. Zaman-zaman insanlar kiminsə əmanına girmək istəyirlər, o buna təəhhüd versin, elə bilirlər ki, əgər biz kiminləsə saziş bağlasaq, kiminləsə danışsaq, o əgər bizi öz öhdəsinə götürsə, məsələn, görürsən, uşaqların gətirirlər kiminsə yanında işə qoymaq istəyirlər. Ən primitiv misalları çəkirəm. Deyirlər, əgər bu sənin yanında olsa, daha bunun heç bir problemi olmaz. Sən bunu öz öhdəvə götürsün, sənin yanında qalsa, sənin sayəndə olsa, onda bunun heç bir problemi olmayacaq və əgər sən onu öhdədar olsun, bunun gələcəyi də parlaq olacaq. Zaman-zaman insanlar belə başa düşürlər. Elə bilirlər, hansısa iş, hansısa maddi yardım, hansısa şəxsiyyət, kimlərsə eləyə bilər bizim həyatımızı yaxşıya tərəf yönləndirsin. Düzdür, onlar vasitəçilik eləyə bilərlər. Amma əman sadəcə Allaha məxsusdur. İmam Hüseyn əleyhissalam burada istəyir bu məsələni önə çəksin və tarixən hər kim İmam Hüseyn əleyhissalamdan bu məsələdə ibrət götürübsə müvəffəqiyyət qazanıb. Kim İmam Hüseyn əleyhissalamın bu sözünü görməzdən gəlibsə, mən açıqlayacağam bu məsələni, həyatının qalan hissəsində, gələcək hissəsində problemlərlə qarşılanıb. Və hətta İmam Həsən əleyhissalamın nəvələrindən biri var idi. İmam Həsənin bir Əbdullah adında oğlu var idi. O Əbdullahın bir Yəhya adında oğlu var idi. Bu Yəhya gəldi Deylən məntəqəsində özünə bir hakimiyyət qurmaq istədi. İnsanlar gəldilər, bu ilə beyət elədilər. Və Harun ər-Rəşid bu məsələdən xəbərdar oldu. İstədi o adamı bir növ uzaqlaşdırsın bu işlərdən. Bir nəfər öz məmurlarından göndərdi. O məmur gəldi, bu ilə görüşdü və bunu qorxuzdu. Yəhyanı qorxuzdu və biraz da ümidləndirdi. Həm qorxuzurdu, həm ümidləndirirdi. Məqsədi də bu idi ki, onu bu işdən, bu fikirdən vaz keçirsin, yayındırsın. Yəhya dedi ki, əgər mən səninlə razılaşsam, sən mənə təəhhüd verərsən, əmannamə verərsən. Dedi, bəli, verərəm. Yəhya bununla razılaşdı. Bu adam da götürdü, Harun ər-Rəşidin adından Yəhyaya əmannamə verdi. O əmannamədə yazılırdı ki, sənə heç kim toxunmayacaq, biz səni qoruyacağıq, sən rahat yaşayacaqsan və heç kim də səni tutub zindana salmayacaq. Adam əmannaməni aldı əlinə və gəldi, qayıtdı məntəqəyə. Yəhya adında Harunun yaxınlarından biri var idi. Bir gün gəldi, bunun üzünə durdu, Haruna bundan şikayət elədi. Dedi ki, o sənin əleyhivə qiyam qaldırmaq istəyir və mənə deyirdi, gəl mənimlə beyət elə. Harun çox narahat oldu və çağırdı bu Yəhyanı.
Dedi ki, o Yəhya səndən şikayət eləyir. Yəni bu Yəhyaya dedi ki, mənim yaxınım olan Yəhya deyir ki, güya səninlə beyət eləyib və sən mənim əleyhimə qiyam qaldırmaq istəyirsən. Təbii ki, bu yalan idi. Yəhya bin Həsən bin Əbdullah ibn Həsən etiraz elədi bu məsələyə. Dedi, yox, bu düz deyil. Dedi, mən and içə bilərəm ki, düzdür. Yəhya dedi, onda mənim dediyim kimi sən and iç. Bu adam boyun qaçırtdı. Bilirdi, əgər bunlar əhl-i beytdəndir, əhl-i beyt balalarıdır. Əgər o dediyi kimi and içsəm, Allah mənə bəla göndərəcək. Axı bilirdi, yalan deyirəm, özü bilirdi. Harun təkid elədi və bu adam and içdi ki, sən Harunun əleyhinə qiyam eləmək istəyirdin və məni də beyətə dəvət eləmişdin. Mən də səninlə beyət eləmişəm bu məsələdə, gizlində. And içəndən bir neçə gün sonra öldü, cəhənnəmə vasil oldu. Allah bir bəla göndərdi, o dünyasını dəyişdi. Niyə? Çünki əhl-i beytdən nəql olunan and formasında and içmişdi. Sadəcə bəzi adamlar elə bilirlər, deyəcəm Allaha and olsun, mən belə eləməmişəm, yaxud sən belə eləmişsən, kiməsə böhtan atacam yalandan, Allahın adını gətirəcəm və mənə heç nə olmayacaq, belə düşünürlər. Amma bu belə deyil. Əgər İslam qayda qanunu ilə, məsələn, İmam Sadiq əleyhissalamdan nəql olunan formada birinə and içdirdi İmam Baqir əleyhissalam, dedi, belə and iç. Denən ki, əgər yalan deyirəmsə, Allahın öhdəsindən xaric olum, öz öhdəmdə olum, öz başıma buraxılım. Elə də həmən də öldü. Bu and budur ki, insan ki, Allahın əmanından kənara çıxdı, Allahın öhdədarlığından kənara çıxdı, artıq bu aləmdə hər yer Allahın məhzəridir. Allahın öhdədarlığından kənara çıxan adam, öz başına buraxılan adam dünyada bir an belə nəfəs ala bilməz, bir an belə yaşaya bilməz. Aləmin iqtidar sahibi Allahdır, qüdrət sahibi Allahdır. Bu adam da Yəhya bin Əbdullah ibn Həsənin dediyi formada and içdi. Sonra bir neçə gündən sonra dünyasını dəyişdi. Amma Harun çox əsəbləşmişdi deyə istəyirdi bu adamı cəzalandırsın, saldırsın zindana, Yəhyanı. Yəhya bin Əbdullah bin Həsən ibn Əli əleyhissalam. İstəyirdi zindana saldırsın. Gəldi qaziləri, Əbu Yusuf adında bir qazi var idi, onu çağırdı. Dedi ki, bu adamı zindana salmaq istəyirəm. Yəhya da gətirdi, dedi, bu hakimiyyət tərəfindən mənə verilmiş əmannamədir. Bu əmannamədə yazılıb ki, mənə toxunmayacaqlar. Amma Harun istəyirdi bunu cəzalandırsın. Əbu Yusuf dedi ki, mən burada heç nə eləyə bilmərəm. Siz özünüz ona əmannamə vermişsiniz. Şəriətlə də, qanunla da mən buna heç nə eləyə bilmərəm. Harun amma vaz keçmədi bu məsələdən, yayınmadı. Əbul Bəxtəri adında bir nəfər var idi, qazi idi, onu çağırdı. Dedi, sən eləyə bilərsən bu əmannamə ilə bir şey eləyəsən, mən bunu cəzalandırmaq istəyirəm. Əbul Bəxtəri baxdı əmannaməyə, dedi, hə, mən eləyə bilərəm bunu cırım. Əgər bu əmannamə kağızını cırsam, onda daha bu əmannamə qüvvədən düşəcək. Götürdü, əlləri əsə-əsə bu əmannaməni cırdı və Yəhyanı Harun saldırdı zindana. Və zindanda bir müddətdən sonra mərmuz şəkildə, şəkli şəkildə onu öldürdülər, şəhid elədilər, dünyasını dəyişdi. Yəni, tarix belə məsələlərlə doludur. Onlar ki, istəyiblər kiməsə əmannamə versinlər, insan olaraq, onlar sabah verdikləri əmannaməyə qarşı çıxıblar. Onun əksini eləyiblər. Ona görə İmam Hüseyin əleyhissalam bilirdi, bugün bunlar mənə əmannamə də versələr, sabah bunların verdiyi əman yanlış əman olacaq. Sabah bunlar ona bir yol tapıb onu iptal eləyəcəklər və mənim bu hərəkətimin qarşısını alacaqlar. Bugünkü küfəlilər məni çağırırlar, məndən yardım istəyirlər. Küfəlilərin imamı dəvət eləməsi imamı vəzifələndirmişdi, görevləndirmişdi ki, İmam əleyhissalam onların dəvətini icabət eləsin, onlara tərəf addımlasın. İndi Əbdullah ibn Cəfər, o da böyük şəxsiyyət idi. Əhl-i beyti sevən adam idi. Xanım Zeynəb salamullah əleyhanın həyat yoldaşı idi. Mu'tə müharibəsində Əlinin şəhid olmuş qardaşı Cəfərin oğlu idi Əbdullah ibn Cəfər. Əbdullah ibn Cəfərin qəbri də indi İordaniyadadır, səhv eləmirəmsə. Əbdullah ibn Cəfər indiki Etiopiyada dünyaya gəlib. O vaxtı Həbəşistan deyirdilər. O zaman ki, müşriklər müsəlmanları incidirdilər. Peyğəmbər onlara buyurdu ki, orada Həbəşədə bir kral var. Ədalətli kraldır. Gedin onun yanına, o sizə yardım eləyər. Ora getdilər, ora hicrət eləyənlərdən, ilk hicrət eləyən müsəlmanlardan biri də Əbdullahın Cəfərin atası idi. Əbdullah ibn Cəfərin atası Cəfər ibn Əbi Talib idi. Əbdullah orada dünyaya gəlib, Afrikada dünyaya gəlmişdi. Yəni Ərəbistanda doğulmamışdı. Sonra qayıtmışdılar, gəlmişdilər, sevgili Peyğəmbərimizlə bərabər yaşayırdılar. Mu'tə müharibəsində Əbdullah ibn Cəfərin atası Cəfər ibn Əbi Talib şəhid olmuşdu.
Əbdullah da onda balaca idi. Sevgili Peyğəmbərimiz ona çox nəvaziş eləyirdi və ona Peyğəmbər dua eləmişdi deyə o çox varlanmışdı. Varlandığına görə hakimiyyətdə onun sözü keçirdi. Varlı adam idi deyə hakimiyyət o ilə razılaşırdı bəzi məsələlərdə. Ona görə o deyirdi ki, İmam Hüseynə sən getmə Məkkədən. İmam Hüseynlə Əbdullah ibn Cəfər həm əmoğlu idilər, həm də İmam Hüseynin bacısı xanım Zeynəb sallallahu əleyhanın həyat yoldaşı idi. İndi bu qohumluq əlaqələrinə görə həm də İmam Hüseyni çox imam kimi qəbul elədiyinə görə, istədiyinə görə Əbdullah ibn Cəfər istəyirdi İmam Hüseyn gedib onlarla qarşı-qarşıya qalıb özün şəhadətə çatdırmasın, onlar zülm eləməsinlər Əhl-i Beytə, İmam Hüseyni öldürməsinlər. Bunun dalıyca idi və istəyirdi İmam Hüseyn getməsin. İndi Əbdullah özü niyə Kərbəlada yox idi? Bu özü fərqli yanaşmalar var burada. Bəzilər deyirlər Əbdullah yaşlanmışdı, amma bu tərəfdən Əbdullah ilə İmam Hüseyn əleyhissalamla yaşı çox fərqli deyildi. İmam Hüseyn o qədər yaşlanmamışdısa, Əbdullah da yaşlanmamışdı. Deməli, tarixə bu baxış doğru deyil, deyək ki, çox yaşlanmışdı. Bəzilər deyirlər, elə cavan yaşlarından Əbdullahda göz xəstəliyi yaranmışdı. Son dönəmlərdə gözü görmürdü. Gözü görmədiyinə görə o Kərbəlada İmam Hüseyn əleyhissalamın yanında yox idi. Amma övladları var idi. Tarix onun 2 övladının, bəzi tarixçilər 3 övladının xanım Zeynəb sallallahu əleyhə ilə bərabər gəlib Kərbəlada şəhid olmasını qeyd ediblər, yazıblar. Hər halda Əbdullah ibn Cəfər İmam Hüseyn əleyhissalam üçün əmannamə yazdırmışdı Məkkənin valisinə və orada İmam Hüseyn əleyhissalamın cavabında buyurdu ki, xeyrul əman əmanullah. Əmanların, əmannamələrin ən gözəli Allahın əmannaməsidir. Öhdədarlığın ən gözəli Allahın öhdədarlığıdır. Həzrət Hüseyn əleyhissalam burada çox önəmli və çox möhtəşəm bir məsələyə toxunur. Bu bizim üçün həyat məsələsidir. İnsan üçün həyat məsələsidir. Bu hədisin ardında İmam Hüseyn əleyhissalam buyurur ki, hər kim dünyada Allahdan qorxsa, Allah onu dünyada da, axirətdə də öz əmanına daxil eləyər. Kim Allahdan qorxmasa, Allah onu öz əmanına daxil eləməz. Yəni, əgər istəyirsənsə, Allahın əmanında olasan, deyirik ya bir-birimizə dua eləyəndə, gedəndə birin yola salanda deyirik Allah əmanında olasan, yaxud görüşəndə deyirik Allah əmanında qal. Allahın əmanında qalmağın İmam Hüseyn hikmətin burada ortaya qoyur. Bu çox önəmli məsələdir. Biz hamımız Allah əmanında olmaq istəyirik. İmam Hüseyn əleyhissalam buyurur ki, Allahın əmanında olmaq üçün Allahdan başqalarının əmanından kənara çıxmaq lazımdır. Əgər istəsin onların da amanında qalasan, Allahın da amanında qalasan, bu mümkün deyil. İmam Hüseyn əleyhissalam bunu ortaya qoyur. Bu məsələni, bu fikrə diqqətimizi çəkmək istəyir. Buyurur, xeyrul əman əmanullah. Ən gözəl əman Allahın əmanıdır. Və istəyirsə əgər dünyada və axirətdə Allahın əmanında qalasınız, Allahdan qorxun. İmam Sadiq əleyhissalam bu barədə buyurur ki, hər kim Allahdan qorxsa, əxafəhullah minhu kullə şey. Hər kim Allahdan qorxsa, Allah hər bir şeyi ondan qorxuzar. Və hər kim Allahdan qorxmasa, Allah onu hər şeydən qorxuzar. Yəni, bizim üçün bir dənə model, düşüncə tərzi İmam Sadiq əleyhissalam və İmam Hüseyn əleyhissalam ortaya qoyur. Dünyada bizim üçün nə qədər qorxular var. Biri sudan qorxur, biri hündürlükdən qorxur, biri ticarət eləyəndə riskdən qorxur. Məsələn, bizdə hədisdə keçir ki, müvəffəq tacir o tacirdir ki, qorxmur, risk eləməkdən qorxmur. Müvəffəq olmayan, uğur qazana bilməyəcək o tacir ki, qorxur, addım atmaqdan qorxur. Ticarətdə qorxaqlar heç vaxt uğur qazana bilməzlər. Bu bizdə möhtəbər hədislərdə keçir. Sözün burasındadır ki, bizim üçün bəzi həyəcanlar, bəzi qorxular var, onların bir səbəbi yoxdur. Allah təbarək və Teala həm Qur'an-ı Kərimdə, mən vurğulayacağım bunları, həm bizim hədislərimizdə, həm də İmam Hüseyn əleyhissalamın burada bizim üçün yaratdığı bu mənzərədə, bu səhnədə bizə başa salmaq istəyir ki, Allahdan qorxmaq lazımdır. Allahdan başqa heç kimdən qorxmaq lazım deyil. Allahdan başqa heç nədən qorxmaq lazım deyil. Hündürlükdə də Allah səni qoruya bilər. Quyunun dibində də Allah səni qoruya bilər. Suyun içində də Allah səni qoruya bilər. Bir ömür Allaha xidmət eləmişdi bir qoca, gəmidə gedirdi, birdən tufan oldu, tufan qalxdı, hamısı başladılar Allaha dua eləməyə. Çətinliyə düşəndə hamının yadına Allah düşür. Başladılar Allaha çağırmağa, dua eləməyə. Bu qoca da oturmuşdu, dinmirdi. Buna dedilər, sən də bir söz de, sən də bir söz danış.
Dedi, nə deyim? Dedilər, sən də dua elə də, denən tufan dayansın. Dedi, Allah, saxla bu tufanı. Tufan dayandı. Aramış, rahatlıq, tufan dayandı. Hamı gəldilər, başladılar bunun paltarından təbərrük götürməyə. Dedi, niyə belə eləyirsiniz? Dedi, axı sən dedin tufan dayandı. Dedim, mən dedim də, mən saxlamadım ki. Dedilər, heç olmasa sən dedin də, bizi eşitmirdi, sən dedin, eşitdi. Dedi, bir ömürdə o deyəni mən eləyirəm. Mən deyəni də o eləyirdi. Bir dəfə də mən deyəni o elədi. Bir ömürdə o mənə deyir, burada otururam, burada danış, burada danışıram. Burada danışma, danışmıram. Bir ömürdür özümü Allahın amanında saxlamaq istəyirəm. İmam Hüseyin əleyhissalam bizim üçün burada bir həyat dərsi açıb Allahın amanında olmaq məsələsini önə qoyur. Allahdan başqa heç kimdən qorxmamaq, Allahdan qorxmaq. Allah qorxusu olanda bütün qorxular hamısı çəkilir kənara. Bugün biz stres və depressiya əsrində yaşayırıq. Dilhürə, həyəcan, qəlbimizdə təşviş, narahatçılıq, nigarançılıq, yaşayış qorxusu, insan gələcəkdən qorxur. Birinə deyirəm, neçə dənə uşağım var, deyir, bir dənə. Deyirəm, niyə belə azdır? Deyir də, bir dənəni heç boya başa çatdıra bilmirik, necə olacaq gələcək. Gələcək qorxusu, bu Allaha güvənsizlikdir. Allah amanında özünü hiss eləməməkdir. Hər kim özünü Allah amanında hiss edirsə, bilir, Allah mənim keçmişimi də, indik vəziyyətimi də, gələcəyimi də, hamısını Allah özü sığortalayıb. Allah özü öz əmanında götürüb. Əlbəttə, bu mənada deyil, biz heç bir iş görməyək deyək, biz Allah əmanındayıq. Allah əmanında olmaq üçün bizim üçün addımlar vurğulanır Quranda, hədislərdə. Bizi Allah əmanına hansı addımlarımız daxil eləyir? Birincisi, birbaşa İmam Hüseyin əleyhissalam bu hədisin davamında vurğulayır. Həzrət buyurur ki, birinci addım ki, bizi Allah əmanına daxil eləyir, o Allah qorxusudur. Qur'an-ı Kərimdə Allah qorxusu iki formada vurğulanır. Bir qorxu var, o bəyənilməyən qorxudur. Bir qorxu var, bəyənilən qorxudur. Məsələn, təsəvvür edin, bizim bəzi qorxularımız var, bəyənilməyən qorxudur. Ölüm qorxusu, insan ölümdən qorxur. Amma insan buna əmindir ki, bir gün dünyasını dəyişəcək. Yəqin eləyib buna. Bir şeyə ki, yəqin eləyib ondan qorxmamalıdır. Qorxu nəydən qaynaqlanır? İki səbəb. Biri bizim gedəcəyimiz yerdə, ölümdən sonraki həyatda gedəcəyimiz yerdə nə ilə qarşılaşacağımızı bilmədiyimizə görə qorxuruq. İkincisi də əməllərimizin nəticəsində qorxuruq. Bilirik ki, bu əməllər ki, biz bu dünyada eləmişik, bunların nəticəsi bizim üçün həm dünyada, həm axirətdə yaxşı olmayacaq. Bu bizdə qorxu yaradır. Bizi, qəlbimizi təşvişə salan, ruhumuzu mükəddər eləyən, kədərləndirən məsələlərin başında dayanan ən önəmli səbəb günahdır. Günah insanın qəlbini kədərləndirir. Günah insanın qəlbini həyəcanlandırır. Günah insanda yaşayış qorxusu yaradır. Günah insanda puçluq yaradır. İnsan elə olur ki, dünyanın pis olduğunu, dünyanın mutsuz olduğunu, dünyanın xoşbəxtlik gətirə bilməyəcəyini düşünməyə başlayır. Elə bilir ki, dünyada ancaq mən narahat olacam, ancaq mən mükəddər olacam və bu dünyanın sonu da yaxşı qurtarmayacaq, ölümdən sonraki həyat da yaxşı olmayacaq. Bunların hamısını bizim üçün yaradan günahdır. Günah nəticəsindədir və Allaha düzgün yanaşmamaqdır, Allahı düzgün tanımamaqdır. Allahı düzgün tanımamağın nəticəsində biz Allah amanından özümüzü kənara çıxardırıq. Deməli, bir sıra qorxular var, bunlar bəyənilməyən qorxulardır. Bəyənilməyən qorxular. Biri qaranlıqdan qorxur, biri hündürlükdən qorxur, biri sudan qorxur, biri soğuqdan qorxur, biri istidən qorxur. Məsələn, biri deyir, dəmir əridirdilər bir yerdə, zavodda. Mən oradan keçirdim, gördüm, o dəmir, o möhkəm dəmir su kimi olub. O mənə qorxu saldı mənim canıma. Görürsünüz, zaman-zaman sevgili Peyğəmbərimizin həyatında da bu məsələlər var. Sevgili Peyğəmbərimiz namaz qılırdı, namazda Əl-Qariyə surəsini oxumuşdu. Namazın ortasında bir cavan yıxıldı yerə, Peyğəmbər namazı qurtardı. Yaxınlaşdılar, səhabələr gəldilər. Hamısı qaçdılar, gəldilər. Peyğəmbər gəldi bu cavanın yanına, bu özünə gəldi. Dedi, nə oldu sənə? Dedi, mən Əl-Qariyə surəsini oxudum, qiyamətin qorxusu yadıma düşdü. Qəlbimə düşdü qiyamət qorxusu. Bəzən görürsən, insan o qorxuya görə bu dünyada bu yersiz qorxudur. Düzdür, xatırlamaq yaxşıdır, amma yersiz qorxudur. Bir nəfər adam Allaha ümidvardırsa, bu qorxular onun həyatını qaraldmamalıdır. Bu qorxulara istiqamət vermək lazımdır, özümüzü kamilləşdirək, özümüzü yaxşılaşdıraq. Biz qiyaməti də xatırlamalıyıq, ölümü də xatırlamalıyıq.
ölümdən sonraki ilahi görüşü də xatırlamalıyıq. Bunlar hamısı xatırlanmalıdır, amma bunlar o həddə olmamalıdır ki, bizim həyatımızı qaraltsın, bizim yaşayışımızı əlimizdən alsın, bizə dilhurə gətirsin, bizə həyəcan gətirsin, daha biz bu dünyada rahat asudə yaşaya bilməyək. Əslində onlar xidmət eləməlidir, biz dünyamızı düz yaşayaq, dünyamızı abad eləyək, dünyamızı düz yaşamağı və düz qurmağı, onlardan, o məsələlərdən nəticə çıxartmalıyıq. Deməli, bir sıra qorxular var, bəyənilməyən qorxulardır, mənasız qorxulardır. İnsan özü üçün onu yaradır. Bir sıra qorxular var, Quran da vurğulayır onları. O qorxular yaxşı qorxulardır. Məsələn, Qurani Kərimdə Allah təbarək və təala xavf sözündən istifadə edir. Xavf qorxu deməkdir. Və limən xafə məqamə rəbbihi cənnətan Ər-Rəhman surəsində Allah buyurur. Hər kim Allahın məqamından qorxsa, Allah ona 2 dənə cənnət verəcək. Təfsirçilər buyururlar ki, burada 2 cənnətdən məqsəd biri bu adamın yaxşı əməl elədiyinə görədir, biri də Allahın buna lütfüne görədir. Allah 2 cənnət verir ona. Hər halda mövzumuz o deyil, mövzu bu qorxudur. Günahkarlara aiddir bu ayə. Və limən xafə məqamə rəbbihi. Günahkarlar üçün Allah təbarək və təala Qurani Kərimdə qorxu, xavf sözündən istifadə edir. Sonra ikinci mərhələdə Quranda xəşiyyət sözü var. Xəşiyyət də qorxunun bir növüdür. Amma xəşiyyət biraz tam qorxu demək deyil. Xəşiyyət biraz məhəbbətamiz və elmə uyğun qorxu kimi tərcümə olunur. Məsələn, İnnəmə yaxşəllah min ibadihi əl-uləma. Allah təbarək və təalanın bəndələri arasında Allaha xəşiyyət eləyənlər alimlərdirlər. Alimlər üçün xavf işlətmir, xəşiyyət sözünü işlədir. Niyə? Çünki onlar biraz Allahdan qorxunun mənasının nə olduğunu başa düşürlər. Baxın, bizdə bəyənilməyən qorxu, biz ki deyirik Allahdan qorxmaq lazımdır, Allahdan qorx insana deyirik. Bu demək deyil ki, qorx ki Allah səni cəzalandırar, qorx ki Allah səni cəhənnəmə atar. Burada möminlər də qorxurlar, burada ayədə keçir, günahkardırlar, amma mömindirlər də qorxurlar. Mənası budur ki, bunlar ona görə qorxurlar ki, utanacaqlar Allahla qarşı-qarşıya dayananda, üz-üzə gələndə. Utanacaqlar, deyəcəklər, axı bu günah bizdən baş verdi. Mağarrəkə bi rabbikəd kərim. Allah bunlara deyəcək, mən sizi sevirdim, kəramətlə davranırdım. Mən sizin kərim Allahınız idim. Nə səbəb oldu siz mənə qarşı çıxasınız? Nə gözəl surətdə bu ayə bəyan edir. Qorxu burada bu demək deyil ki, mən bir şey eləyərəm, Allah mənim başıma bir qapaz vurar. Qorxu bu mənada deyil. Qorxu bu mənadadır, möminlərdə olan qorxu, Allah qorxusu bu mənadadır ki, utanarıq Allahın qarşısına çıxanda, niyə bunları biz elədik? Kərim olan Allaha qarşı niyə biz belə çıxdıq? Bu günah ki, bu qədər iyrənc idi, biz bu günahı Allahın qarşısında niyə elədik? O qorxu özünü danlamaq mənasındadır orada. Sonra Quran vəcəl sözündən istifadə edir. O da deyirlər, xuşu sahiblər, onlar ki, qəlblərində xuşu var Allaha qarşı, xaşi edirlər. Bədənləri xazı edir Allah qarşısında. Xuşu sahibləri üçün Allah Quranda buyurur, Əl-ləzinə izə zukirəllah vəcilət qulubuhum. Xuşu sahiblərinin Allaha xavf sözü işlətmir onlar üçün. Deyir, onların ki, qəlbində Allahdan başqa heç kim yoxdur. Allah var qəlblərində, xuşu sahibidirlər. Onlar, Allah adı onların yanında çəkiləndə, Allah sözü deyiləndə, onların qəlbində bir titrəmə yaranar. Vəcilət, orada ona görə görürsən, bizdə vəcəl sözündən istifadə olunur. Vəcilət, yəni titrəmə, qəlbdə olan titrəmə. Da xavf sözündən, qorxu sözündən bu adamlar üçün istifadə eləmir. Deməli, birinci mərhələ günahkarlardır, Allahdan qorxurlar, Quran buyurur, qorxurlar günah elədiklərinə görə. Orada xavf sözünü istifadə edilir. İkinci mərhələdə Allahdan qorxur, alimlərdir. Amma orada qorxu sözünü istifadə eləmir. Yaxşa deyir. Yaxşa xəşiyyət mənasındadır. Biraz alim üçün qorxu işlətmək Allahın ədibانə istifadəsidir. Üçüncü mərhələdə vəcəl sözündən istifadə edir. Onlar da xuşu sahiblərində. Bunlar günahkar deyil. Qəlblərində Allah var. Allah var. Orada da bir növ qorxu var. Amma qorxu və orada cilvələnir. Buyurur ki, Əl-ləzinə izə zukirəllah vəcilət qulubuhum. Elə ki, Allah onların yanında zikr olunar, onların qəlbləri titrəməyə düşər. Və dördüncü mərhələ ki, Qurani Kərimdə qorxu mərhələlərindən biri kimi rəhbət adlandırılır. Bunu da abidlər üçün
ibadət əhli üçün. Yəni alim deyirlər, amma abiddirlər. Onlar üçün vurğulayır. 5-ci mərhələdə heybət kəlməsindən istifadə olunur. Heybət kəlməsi ariflər üçün istifadə olunur. O qorxunun 5-ci mərhələsi, ən ülvi forması ariflər üçün istifadə olunur. Və yuhəzzirukumullah nəfsəhu. Onlar Allahın özü ilə müamilə eləyirlər. Onlar üçün əsrar, sirlər açılır, sirlər kəşf olur. Bunlar çox böyük məqamlardır və böyük mərtəbələrdir. Mən bunlara sadəcə işarə edirəm. İstəmirəm başqa istiqamətə çəkilmək. Deməli, İmam Hüseyn əleyhissalam Əbdullah ibn Cəfərə Məkkə valisindən aldığı əmannamənin cavabında buyurdu ki, xeyrul əman əmanullah. İstəyirsən ən gözəl əmana daxil olasan, ən gözəl əman Allahın əmanıdır. Hər kim Allahın əmanına daxil olmasa, o hər kəsdən qorxar. Hər kim Allahın əmanına daxil olsa, onun həyatında heç nəyin və heç kəsin qorxusu olmaz. Ona bir rahatlıq gələr. Gör, İmam Hüseyn əleyhissalam nə gözəl vurğulayır bu məsələni. Ona görə buyurur ki, möminlər olardılar ki, onların yanında Allah adı çəkiləndə onların qəlbləri titrəməyə düşər. Ona görə buyurur ki, əla bi zikrillahi tətməinnul qulub. Agah olun, Allahı xatırlamaqla qəlblər aram olar, rahat olar. İmam Hüseyn əleyhissalam ən ağır günündə ən böyük bir həyat dərsi qoyur bizim üçün. Bugün hamısı biri deyir, filan psixoloq belə dedi. O birisi deyir, filan həkimə getdim belə dedi, filan alimə getdim belə dedi. Gəl bir İmam Hüseyn qapısına da gedək. Görək İmam Hüseyn əleyhissalam necə dedi. İmam Hüseyn baskıların, təzyiqlərin, güc göstərmələrin, İmam Hüseynin üstünə hücum çəkmələrinin ən çətin vaxtında görün nə deyir, hara sığınır. Mədinədə idi, çağırdılar Vəlid məclisinə, İmam Hüseyni sıxışdırdılar, beyət almaq istəyirdilər. Mədinədən İmam Hüseyn çıxdı, gəldi Məkkəyə. Məkkədə idi, Məkkədə başladılar baskı göstərməyə. Əmannamə də alırdılar o üçün Əbdullah ibn Cəfər. Yenə ona əmannaməyə əməl olunmayacaqdı. Necə ki, tarixdən misal vurdım, onlar zaman-zaman belə eləyirdilər, əməl eləməyəcəkdilər. Oradan çıxdı İmam Hüseyn əleyhissalam, Məkkədən çıxdı. Dedi, müqəddəs yerdə də bunlar mənim qanımı axıdarlar. Çıxdı, düz deyə İmam Hüseyn əleyhissalam Məkkədən öldürülmək qorxusuna görə çıxmayıb. İmam Hüseyn öz missiyasını yerinə yetirirdi, ona görə oradan çıxıb. Amma o səbəb də var idi. İmam Hüseyn əleyhissalam oradan çıxdı, gəldi Kərbəlada. Bütün bu baskıların altında görün nə boyda cümlə buyurur. Deyir, həyatımın ən acınacaqlı yerindəyəm. Ən acınacaqlı vaxtındayam. Burada qurtuluş yolun İmam Hüseyn əleyhissalam Allahın əmanında qalmaqda bilir. Həyatımızda sizin, bizim dinləyicilərimiz, həyatımızda çətinliklər çox ola bilər. O həyatdakı çətinliklər bizim qəlbimizə daxil olub, qəlbimizə həyəcanlandırıb, bizi nabud eləməməlidir, aradan aparmamalıdır. Biz özümüzü çəkməliyik Allahın əmanına, Allahın əmanında qalmağa. Allahın əmanına gəlməyin, ora daxil olmağın ən böyük yolu ilahi qorxudur, Allahdan qorxmaq. Allahdan qorxmağın mərtəbələrini saydım. Allahdan qorxmaq da bu mənada deyil, mən oddan, atəşdən, sudan, hündürlükdən, qaranlıqdan, gücdən, zülmətdən, bunlardan qorxduğum kimi Allahdan qorxuram. Yox, Allahdan qorxmaqları biz bir-bir hamısını açıqladıq. Allah qorxusu ilə biz Allah amanına özümüzü daxil eləyə bilərik. Həzrət Hüseyn əleyhissalam ən ağır məqamda ən gözəl sözləri bizə vurğulayır, ən gözəl sözləri bizə çatdırır. İstəyir biz Allahın əmanında yaşayaq. Özü də belə yaşayırdı İmam Hüseyn əleyhissalam. Məhəbbətlə, insanlara yardım eləməklə. Təsəvvür edin, İslam tarixində İmam Hüseyn əleyhissalam barəsində bir hadisə yazılır. Həzrətin birdən qulu var idi. Əhl-i Beyt birbaşa quldarlıqla mübarizə aparıb. Bir xadim var idi, İmam Hüseynə xidmət eləyirdi. Zaman-zaman Əhl-i Beyt qulu alıblar, yanlarında biraz saxlayıblar, azad eləyiblər. Və bəzən olub bu xadimlər özü uzaqlaşmaq istəməyib Əhl-i Beytdən. İmam Hüseynin bir qulu var idi, birdən də bağ var idi Həzrətin. O gələrdi, o bağa baxardı, eləyərdi. Bir gün İmam Hüseyn əleyhissalam gəlmişdi bağa baş çəkməyə. Bu adam da, bu qul da görmürdü İmam Hüseyn əleyhissalam. Həzrət bağa daxil oldu, uzaqdan gördü. Gördü bu qul oturub, biraz yavan çörək var əlində. O çörəkdən biraz kəsir, özü yeyir. Burada birdən də heyvan, bir köpək də orada uzanıb, götürür biraz da atır ona. Bölür oyla, biraz ona verir, özü də az çörəkdir. Həzrət yaxınlaşdı buna, bu İmam Hüseyn əleyhissalam görən kimi durdu ayağa. Həzrət ona dedi, otur. Sən nə gözəl iş görürsən. Nə əcəb sən bir heyvanı özüvə şərik elədin yeməyi və özü də az yeməyi və onu da özüvə şərik qoşdun. O deyir, baxdım, gördüm ki,
Yəbnə Rəsulullah, ey Rəsulullahın balası. Baxdım, gördüm, o çox mənə məzlumcasına baxır. Onun baxışından hiss elədim ki, onun da bu yeməyə ehtiyacı var. Ona görə qərara aldım ki, onu özümlə şərik edəyəm. Onu özümlə şərik edəyəm. İmam Hüseyn əleyhissalam buyurdu ki, sən nə yaxşı adamsan. Səndən istəyirəm ki, mənim bundan sonra sənə nə dediklərimə etiraz eləməyəsən, qəbul edəsən. Qul dedi, ağa buyur. Dedi, istəyirəm səni azad eləyəm. Başını saldı aşağı. Sevinirdi axı. Başını saldı aşağı. Sonra Həzrət ona buyurdu ki, və istəyirəm səni azad eləyəm. Bu bağı da sənə hədiyyə eləyəm. Xurmalar dolu bağı Həzrət ona hədiyyə elədi. Və adam varrandı. İmam Hüseyn əleyhissalama dedi ki, ağa, sən nə gözəl ağasan, nə fəzilətli ağasan. Mən bir anın içində bütün həyatım dəyişdi, yaxşı mənada. Mən bir qul idim, indi bir sərmayədar adam olmuşam. İndi əlimdə hər nəyim var. Maddi cəhətdən artıq ödənilmiş bir adam oldum, təmin olunmuş bir adam oldum. Həzrət ona buyurdu ki, bundan sonra haçan həyatında çətinlik olsa, bu anı yadıva salarsan. Yadıva salarsan ki, mən bir anın içində Allahın lütfü ilə səninlə bərabər sənin həyatını pisdən yaxşıya tərəf dəyişdik bir anın içində. Haçan ki həyatında çətinlik oldu, biləsən ki, insan Allahın əmanına daxil olmaqla bir anın içində həyatın pislikdən yaxşılığa tərəf çevirə bilər, döndərə bilər. İmam Hüseyn əleyhissalam zaman-zaman belə hadisələrdən eləyib, Həzrətin həyatında belə hadisələr çoxdur. Allahın əmanında olmaq ən önəmli məsələdir Əhl-i Beytin həyatında. Ona görə Həzrət bunu xüsusi vurğuladı. Bizə də vurğulanır ki, İstəyirsən Allah əmanına daxil olasan, günahdan uzaq ol. İstəyirsən Allah əmanında olasan, qorxun olmasın heç kimdən. Məsələn, Qurani Kərimdə keçir, Əvliyaullah la xavfun əleyhim və lahum yəhzənun. Onlar üçün heç vaxt qorxu olmaz Allah dostları üçün və onlar heç vaxt qəmlənməzlər. Çünki Allah dostudurlar. Günahdan uzaqlaşmaqla, bu dünyada günah etməməklə özlərini Allahın əmanına daxil eləyiblər. Və yaxud bizdə hədisdə keçir ki, insan Allahdan qorxsun gizlində və aşkarda. Bir dəfə bir nəfər keçirdi bir yolla, Əbdullah ibn Ömərdən nəql olunur bu hadisə. Bir yolla keçirdi, səhrada bir yerdən keçirdi. Gördü bir dənə çobandı, yanında sürüsü var. Bu çobana dedi ki, bu qoyun sürüsü kimindir? Dedi, sahibimindir. Dedi, o bunları sayır, yoxlayır, deyir, yox, aylarla bura gəlmir. Deyir, bəs sən eləyə bilməzsən, bundan götürəsən, satasan, yaxud mənə verəsən, kəsəsən, kebab eləyək, dedi, eləyə bilərəm. Dedi, bir dənə eləyə bilərsən, dedi, yox, eləmərəm. Heç vaxt eləmərəm. Deyir, niyə sahibi görmür ki, eləyə bilərsən? Əlin qaldırdı yuxarı, dedi, o görür axı. Bəs onu hara yazaq? İmam Hüseyn əleyhissalam burada onun görməsini önə çəkir, onun əmanında olmağı önə çəkir. Mən əzizlərim, sizə bir tövsiyə eləmək istəyirəm. Bugünkü verilişimizdə, çəkilişimizdə məndən sizə bir tövsiyə ünvanında bu məsələ qalsın. Hamınız bir-birinizə bir tövsiyəni eləyin. Həyatınızın bütün anlarında Allahın yerini axtarın, tapın. Evlənmək istəyirsən, gör Allah orada hardadır. Kimi ilə evlənməyində Allah haranı sənə göstərir. Varlı adamla evlənəsən, əxlaqlı adamla evlənəsən, kasıb adamla evlənəsən. Ticarət eləmək istəyirsən, gör Allah ticarətinin harasındadır. Ev tikmək istəyirsən, gör Allah evinin harasındadır. Təhsil almaq istəyirsən, gör Allah təhsilinin harasındadır. Güc toplamaq istəyirsən, gör Allah gücünün harasındadır. Nə qədər iş görmək istəyirsənsə bu dünyada, birinci həmən işdə Allahın yerin təyin elə. Allah əgər bizim həyatımızın bütün formalarında, bütün mərhələlərində, bütün güşələrində öz yerin göstərsə bizə, bizim vasitəmizdən, biz Allahın yerini təyin eləyə bilsək, onda bizim həyatımızda nə qorxu olmaz, nə xavf olmaz, nə nigarançılıq olmaz, nə dilhura olmaz. İmam Hüseyn əleyhissalam, o böyük şəxsiyyət, həmən ağır mərhələlərdə bizə başa saldı ki, Həzrəti Hüseyn kimi yaşamaq istəyirsinizsə, Əhl-i Beyt kimi yaşamaq istəyirsinizsə, unutmayın ki, ən gözəl əman Allahın əmanında olmaqdır. Mən də sizi Allaha tapşırıram, Allahın əmanında qalasınız inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.